Dünya belə tənzimlənib ki, çox-çox üzr istəyirəm, üzdüdür. Qapıdan qovursan, pəncərədən gəlir. Qorxma, fürsət əldən çıxmayacaq. Bunun xasiyyəti belədir ki, indi deyəsən ev yox, sonra, deyəsən sonra birdən əldən çıxdı, yox, fırlanıb gələcək. Çünki o, üzr istəyirəm bu söz, bu ifadədən də məcburam istifadə edim bu ifadədən. O, sırtıq deyərlər, üzr istəyirəm, dönədən üzr istəyirəm. Bu xislət var. O, əl çəkmir. Şeytan isə deyir ki, mənəvi fürsət fərqlidir. Mənəvi fürsət gəldi, getdi, əldən çıxdı, gedir. Qayıtmır. Mənəvi fürsətlər belədir. Ucadır axı. Ucadır, dəyərlidir, qiymətlidir, naz eləyir. Amma maddi fürsətlər, günah fürsətləri belə deyil. Onu qapıdan qovursan, yenə gələcək. Şeytan isə deyir, birdən fürsət əldən çıxsa olmayacaq. Qəti narahat olma, fürsətdən 100 dəfə yaranacaq. Yox, birini təxirə sal. Tələsmə. Tələsmə, birini təxirə sal. Əldən çıxacağa bu söz şeytan vəsvəsəsidir.